Allah'a həmd, səna, şükürlər olsun ki, Allah bu gün də bizlərə qismət elədi. Seyyid-i Şühədanın matəminə yığışaq. Cəmiyyətin fərqi yoxdur. 3 oldu, 5 oldu, 50 oldu. Mühüm olan məsələ keyfiyyətdir. Allah mərifət nəsib eləsin ki, biz bu məclislərdən feyz ala bilək. Könlüm qətili kərb-i müəlla Hüseynə bax. Könlüm, yəni ey qəlbim, ey könlüm, qətili kərb-i müəlla Hüseynə bax. Mistaqi ləfz zibhən əzimə Hüseynə bax. Aç mərifətlə ey ulul əbsar can gözün. Aç mərifətlə ey ulul əbsar can gözün. Piraye salat müsəlla Hüseynə bax. Gör kimdə vardı böyle mütəhhər həsəb, nəsəb. Yəni bax gör kimdə bu qədərdir mötəbər, pak, təmiz bir nəsəb, nəsil var. Əsl nəsəbdə ali və əla Hüseynə bax. Kanuni mərifət gövhəri Haşim-i Təbar İbn Əli Sülali Taha Hüseynə bax. Allah bizi günaha sürükləmir. Baxın, bütün yaxşılıqlar hamısı Allahdandır, pisliklər insanlardandır. Allah heç vaxt insanı yaratmayıb, xəlq eləməyib ki, əziyyət versin. Əksinə özü deyir Quranda, lə tuzlimu və lə tuzlamu. Zülm etməyin, zülmə boyun əyməyin. Təbii ki, İmam Hüseyin əleyhissalamın Kərbəlada bizə verdiyi bir neçə mesajlar var. Əlbəttə, çoxdur mesajlar. Sadəcə zamanımızın və vaxtımızın məhdudiyyətini nəzərə alaraq biz hər gün bir mövzu müzakirə etməyə çalışırıq. Yadıma bir hədis düşdü, bir hadisə düşdü ki, Kərbəlada İmam Hüseyin əleyhissalam dedi, yoxmu mənə bir nəfər kömək eləyən? Bir nəfərə mesaj göndərmişdi, yəni xəbər göndərmişdi İmam Hüseyin əleyhissalam ki, tarixdə də adı da var. İmam Hüseyin əleyhissalama dəvə, at və başqa ləvazimatlar verəcəyini bildirdi. Dedi, filan şeyi verirəm sənə, amma özü gəlmədi. İmam deyirdi ki, mənim məqsədim bu da hər hansı bir heyvan, dəstə deyil. Mənim məqsədim kimsə mənə su verərmi, kimsə mənə bir cavab verərmi, yoxmu bir hay verən. Bu da məqsəd imamın sizdən, bizdən kömək istəməsi deyildi. Baxın, Kərbəlanın gözəllikləri onun empirik tərəfində deyil. Fəlsəfədə var, empirik, yəni zahirdə deyil, üzdə deyil, içərisindədir, daxildədir. Bu bizim problemimizdir, bu bizim çətinliyimizdir, bədbəxtçiliyimizdir ki, biz o zahiri görə bilmirik. Və çox təəssüf ki, bugün cəmiyyətimizə də bir qonaq qarşılayanda, birlə görüşəndə həmişə onun üstünə, geyiminə baxarlar, malına, mülkünə görə, biraz imkanı varsa, vəziyyəti yaxşıdırsa, başlayarlar onun üçün bir xoş rəftar eləməyə. İmam ki, deyəndə ki, bizə heç kimsə yoxdurmu, kömək eləyən, mənası bu idi ki, yoxdur kimsə xilas olmaq istəyən. Yəni, əlvi uzat, mən çıxardım sən o çuxurdan. O zülmətdən mən səni çıxardım qaranlığa. İmamın məqsədi bu idi. Təbii ki, imamın yanında dostları var idi. İmam dostlarınla gəlmişdi. Həm ailəsinlə orada idi, həm də dostlarla orada idi. Mövzumuz vəfadar dostlar mövzusudur. Yəni, sədaqət, fədakarlıq mövzusudur. Ki, bu hadisələrin bizə verdiyi sosial və mənəvi mesajları var, təhlilləri var, həqiqi dostluq və sədaqətin meyarı var burada. Hətta saxlayın, insan ictimai varlıqdır. İnsan həyatı boyu dostlar, yoldaşlar, sirdaşlar axtarır. Özünə bir həmdəm axtarır, bir qardaş axtarır, bir bacı axtarır, bir yar axtarır.
Ki insan fərdi varlıqdır, amma tək yaşaya bilmir. Tək mütləq kiməsə ünsiyyət qurmalıdır cəmiyyətdən. Və bu münasibətlər də maddiləşməli deyil, mənəviləşməlidir. O münasibətləri qurmalıdır ki, biz hər dəfə bunu deyirik, ilahi rəngə boyanan bir münasibət olsun. Yəni bu hadisədə bizə verilən mesaj budur ki, dostluq və yoldaşlıq etdiyin insanlar gərək Allah xatir dostluq eləyəsən, Allah xatir yoldaşlıq eləyəsən, Allaha xatir işləyəsən, Allaha xatir ailə qurasan. Məsələ budur. Ki, münasibətləri bu cür tənzimləmək lazımdır. Allah məndən nə istəyir? Allah istəyən kim olmalıdır? Və çox təəssüflər olsun ki, biz ictimai varlıq olaraq hələ də o empirik haldayıq. Hələ də o zahir var. Məsələn, bir nəfər bir görüntü görür, başlayır görüntüyə uyğun danışmağa, söz deyil. Amma batini mənaya varmaq istəmir. Ki, bəlkə bunun daxilində bir məna var, dərin məna var. Mən niyə tələsirəm söz deməyə? Mən niyə tələsirəm fikir bildirməyə? Bəlkə özündən soruşum. Bəlkə tanımağa çalışım. Tanımadan, bilmədən, niyə həmən fikir bildirirəm? Bu bizim zəifliyimizdir. Bu bizim nöqsanımızdır. Biz hələ də bu haldan çıxa bilməmişik. Çox təəssüflər olsun ki. Birini görəndə ön yarğılı oluruq. Ön yarğılı oluruq. Birini görəndə hüsnü zənn əvəzinə suizənn eləməyə çalışırıq. Bu niyə belədir? Falan kəs niyə falan yerdən getdi? Falan kəs niyə oturub orada? Falan kəs niyə məsciddə deyil? Falan kəs niyə falan yerə getdi? Bax, bu prosesdə hələ də bizim düşüncələrimizdə, təfəkkürümüzdə müəyyən nöqsanların olduğunu göstərir, əziz qardaş bacılarımız. Yadda saxlayın, İslam əxlaqında həqiqi dostluq və yoldaşlıq, qardaşlıq, belə deyək də, ünvət, müvəqqəti mənfəətlərə deyil, ortaq mənəvi dəyərlərə, Allaha olan məhəbbətə söykənir. İki nəfərin arasında əgər bir inciklik, küskünlük varsa, bir sıxıntı, problem varsa, bunları birləşdirən bir dəyər olmalıdır. Hətta ailədə bu cürdür ki, mümkündür insan ailə həyatı qurur. Amma tərəflərin bir-birini sevməsində müəyyən bir çətinlikləri var, müəyyən bir uzlaşmayan prosesləri var. Bunları uzlaşdıra biləcək ən mühüm məsələ ortaq dəyərdir, ortaq sevgidir. Ki, ali hədəflər uğrunda vuruşurlarsa, bunlar birləşə bilərlər, bunlar bir iş görə bilərlər. Çünki məqsəd, amal eynidir. Məqsəd, amal eynidir. Baxın, nə qədər insanlar biz görürük, məsələn, müəllimlər var, müəyyən məmurlar var, öz sahəsində mütəxəssislər belə var. İstəyər sənətkarlıq sahəsində, incəsənət sahəsində, turizm sahəsində, müəyyən sektorlarda və s. Baxsan ki, bir vəzifədən fərqli insanlar var, düzdür? Amma sanki bunlarda uyğunsuzluq var. Bunların iş nədir? Bir amala, bir məqsədə xidmət eləməkdir. Amma bunların xidmətlərin arasında dünya daxil olanda görəcəksən ki, biri rüşvətə meyillidir, biri səni aldatmağa çalışır, biri yalan danışmaqla yola verir, biri yalan vədlərlə, saxta vədlərlə reklam edir. Amma zahirdə o batini görə bilmirik. O problem odur. Görə bilmədiyim üçün fərqli fikirlər də formalaşa bilər. Ona görə biz çalışmalıyıq ki, bir münasibətdə, bir işdə həqiqi dostlarına iş görək ki, bizə yardımcı ola bilsinlər. Biz axsadığımız zamanı bizi qaldıra bilsinlər. Biz yaralanan zaman bizi yaramızı sarıya bilsinlər. Nəinki yıxılana balta vursunlar. Nəinki yıxılana balta vursunlar. Ailə dəyərlər də bu cürdür. Başqa məsələlər də bu. Bir dəstə insanlar var, gözlə kimsə yıxılsın. Belə adamlar var. Gözlüklə kimsə yıxılsın, bu da sevilsin. Belə insanlar. Çox belə qəribə, çox iyrənc bir prosesdir bunlar, düşüncədir bunlar. Ona görə bizim sarsılmaz, sınaq tərəzindən keçmiş dar gün və fədakarlıqda qabarıq olan insanlara ehtiyacımız var. Nəinki bizim, bu cəmiyyətin ehtiyacı var. Cəmiyyətin ehtiyacı var. Bax, imam gəldi təzkiyə eyləsin. Hələ də bugünə qədər bir dəstə insanlar, dünyanın bir dəstəsi, bəlkə də çox dəstəsi başa düşməyiblər ki, İmam Hüseyn əleyhissalam ilə Kəbənin ehtiramını qorudu. Ki, Kəbəyə ehtiramsızlıq olmaz idi ki, imam həc mərasimini tərk elədi. Onu anlamadılar.
Onda da imam başa düşmədilər. Və gəldi Yezid Kəbəni yandırdı. Və ən maraqlı bilirsiniz nədir? Yezid Kəbəni yandıranda bir dəstə insanlar gəldilər İmam Zeynal Abidin Əleyhisselam ki, bunu demişik biz sizə. Allah hara baxırdı, Allah niyə bir reaksiya vermədi buna? İmam bir dənə söz dedi ki, bəs siz niyə imamı tək qoydunuz? Hətta saxlayın. Bugün əsas məsələ Allah vəlisidir. Bugünkü mühüm məsələ Allah dostlarıdır. İmam zamandır. Çünki mən məhdəviyyət mövzusuna mən nə qədər hazıram və bu proseslərin hansı hissəsindəyəm. Sən düşünmə ki, oturmuşsan bir dənə dağın başında, oturmuşsan bir dənə aranda, dağda və elə bir yerdəsən ki, sənin üçün bir sıxıntı, problem yoxdur. Xeyr, sənin uzaqda olsan belə məsələyə reaksiya və onunla səndə yaranan haldan sən sorğu-sual olunacaqsan. Biz demişik ki, hədis və rəvayətlərimizdə var ki, insan qəbirdə haldan sorğu-sual olunacaqdır. Sən ola bilər ki, çox namazı vaxtında qılan adamsan. Sən ola bilər ki, bir dənə Ramazan ayında orucu qaçırmamısan. Sən ola bilər ki, Qur'anı çox səlis oxuyurdun, çox gözəl avazla oxumusan. Mümkündür hicabva da kamil riayət eləmisən, çadır əhli olmusan, saçı və saqqalı və xüsusi qulluq eləmisən. Bütün ziyarətlərdə olmusan. O mühüm deyil ki, mühüm olan həmin an sən hansı haldaydın. Sən həmin hansı haldaydın. Kərbəla şəhidlərin özəlliyi nədir? Qəhrəmanlığı nədir? Bu prosesi duya-duya, bilə-bilə imamın yanında oldular. İmamı tək qoymadılar. Biz tarixi kontekstdən məsələn izah eləməyə çalışsaq, Aşura gecəsinin, Tasova gecəsi ən böyük imtihan və sınaqlardır. Təsəvvür də gəlib sənə deyirlər ki, sən sabah şəhid olacaqsan. Bir dənə səmimi sual verək özümüzə. Bizə desələr ki, bir saatdan sonra öləcəksiniz. Ədalət naminə mi deyim, haqq naminə deyim, nə reaksiya verərik biz ümumiyyətlə, necə eləyərik? Mən bilmiyorum, tam səmimi bu suala nə qədər biz cavab verməyə hazırıq? Tarixin mənəvi süzgəcindən keçmiş şəxsiyyətləri var. Züheyr ibn Qeyn kimi, Həbib ibn Məzahir kimi belə şəxsiyyətlər olubdur. Nə dedi Züheyr ibn Qeyn? Dedi, and olsun Allaha, vallahu, and olsun Allaha. Mən 1000 yol öldürüləydim, bədənim yandırılaraq, külü göyə sovurulaydı, amma Allah bununla səni və bu gəncləri qoruyaydı. Ki, bunu Züheyr deyir. Həbib nə deyir? Əgər biz səni tək qoyub getsək, sabah Peyğəmbərin qarşısında biz nə cavab verərik? Sədaqətimiz hara getdi? İnsanın sədaqəti harada bilinir? Dar günündə. İnsanın vəfadarlığı harada bilinir? Çətin günlərdə. Dostluq yoldaşı elə bu deyil ki, ancaq yemək və içməkdə olsun. Bəzən görərsən ki, illərin rəfiqəsi bir anda səni atdı getdi. İllərin dostu bir anda səni atdı getdi. Nə qədər belə insanlar görmüşsünüz, bir balaca əlinə maddiyyat düşən kimi insanı sayılırlar. Sanki neçə il bir yerdə qalan adam deyildin, qohum deyildin, dost deyildin, qonşu deyildin. Bir maddiyyat gəldi, bunu dəyişdi. Deməli, bunun bu illərdə qıldığı o namazlardır, o zahirə göründüyü mənəvi hallar saxta imiş. Aldanmayın bəzi belə adamların hallarına. Peyğəmbərdən hədis var. Bir nəfər gəldi, dedi, ya Peyğəmbər. Karvandan gəl, ticarətdən qayıdırdılar, sorğu-sual dedi, necə oldu yolda? Dedi, hamı işləyir, bir nəfərdən başqa deyir, niyə? Dedi, o pastayan namaz qılırdı, ibadətlə məşğul idi. Dedi, bəs necə yəni? Dedi, hərdə o çox iman adam idi, namazlarını yarımçıq qoymurdu, vaxtında qılırdı, yol boyu çoxlu ibadətlər edirdi bizdən, çoxlu zikirlər, biz qurtardıq, amma dayanmırdı namazların. Dedi, bəs onun işini kim görürdü? Dedi, onun işini biz görürdük ki, o namazın vaxtı qılsın falan. Dedi, əsas işi siz görürsünüz. Namaz elə bu deyil ki, elə mən namaz qılım, zəhmətin işinə yaramayayım, bir xeyrinə, hüznə yaramayayım, əstəğfurullah. Ən əsas fədakarlığı siz görmüsünüzdür. Onun o ibadəti adi halda, adiləşibdir. Ona görə biz imkan verməyək ki, bizim hər il məhərrəm söhbətləri, sinəzənlik, əzadarlıq, mərsiyələr bizim gözümüzdə adiləşsin. Görə buna imkan yaratmayaq. Şeytan zaten çalışdığı budur. Ki, ildən ilə o təhlillər və analizlər bizi daha da təskiyə edir. Bana bir dənə sual verim, özümüzə bir sual verək. Neçə ildir mən əza saxlayıram?
Sən hər ildə əza saxlayıb və hər ildə günah edirsənsə, bunda problem, nöqsan var. Deməli, bizim bu saxtakarlıq var bu əzadarlığımızda, bu ibadətimizdə. Bu bir dənə ağır mesajdır, ha? Bir dənə ağır mesajdır. Sən elə bilmə ki, sən Kərbəlada olmamısan, İmam Hüseynin yanında olmamısan, olsaydı mən belə-belə eləyərdim. Yox, elə bu da zamanəmizdə bariz nümunədir. İstəyirsən Yezid və Hüseyni tanıyasan, bax, ağlın və nəfsinə. Bax gör, nəfsin nə qədər sənə güc gəlir, ağlın nə qədər güc gəlir. Bax gör, bu bədəndə, bu cismdə, bu ruhda ağıl güclüdür, yoxsa nəfsim güclüdür? Ağlımın əmr etdiyi yerlərdə nəfis boyun əyir, yoxsa yox? Nəfsimin komandanlıq etmək istədiyi yerdə ağıl boyun əyir, yoxsa ağıl tabi olmur? Bu iki mühüm məsələdir. O bir nəfərdən sual verilir, böyük alimlərdən, öləmalardan biridir, Allah ruhunu şad eləsin. Dedilər, ağa, mən bilmək istəyirəm ki, Kərbəlada olsam kimin tərəfində olardım? Məsələn, xanım Haniyə var idi. Kərbəlada ilk şəhid qadınıdır. Yoldaşın başını kəsdilər. Anasının qarşısına atdılar. Anası oğlun başını götdü, atdı düşmən tərəfində. Biz verdiyimiz qurbanı qəbullər, geri almırıq. Mən demirəm, əslafına bu günlərim hər hansı biz. Yaxşı, biz orada olmamışıq, indi nəfsimizdir. Biz nəfsimizin boynunu kəsə bilirik, yoxsa yox. Biz bunu Qurban bayramı demiş. Təxminən bir neçə gün bundan öncə, Zilhəccə ayında Qurban bayramı gələndə hamı bir-birinə qoyun mən şəkli göndərir. Hamı bir-birinə qoyun videosu göndərirdi. Hələ də cəmiyyət başa düşüyorum ki, Qurban bayramı qoyun bayramı deyil. Qurban bayramı keçi mənə bayramı deyil. Qurban bayramı dəvə bayramı deyil. Qurban bayramı camış bayramı deyil. Qurban bayramı dana inək bayramı deyil. Qurbanlıq nəfsin qurbanlığıdır. Ki, mən nəfsimdən nə qədər keçə bilirəm, istəklərimdən nə qədər keçə bilirəm. Böyük üləmalardan biri vardı. Deyir, ürəyə qarpız istədi, tələbələr yazırdılar. Deyir, ürəyə qarpız istədi. Hava çox isti idi. Sərin bir qarpız gətirdilər, götdü yodu səhvli qarpızın üzərinə. Dedi, bunu istəyən mənim nəfsimdir. Mən bunu yeməyə də bilərəm. Yəni, bunu yeməsəm mən ölməyəcəm. Yəni, mən bunu yeməsəm məndən bir şey olmayacaqdır. Götdü o yolu səpdi qarpızın üzərinə, yemədi, imtina elədi. Dedi, bunu istəyən içindən nəfsim idi. Məsələn, adi bir dənə sudur. Deyir, mən susuzlamışam, bir dənə gəlir qazlı bir su içir. Halbuki qazlı su insana ziyandır, bağırsaqlara ziyandır. Sən susuzlamısansa, sən adi suda içə bilərsən. İndi mən demirəm, əsla inibsə, bəziləri başlayacaqlar, o bəzi adamlar var. Meyvə suyu içək gözəl bir şeydir, vitamindir. Amma insan həqiqətən susuzluyubsa, adi su buna bəs eləyir. Bax, biz həqiqi sırab olunan mənbəyi axtarmalıyıq. O qıraq sular bizə təmin edə bilməyəcək. O kişi məhəbbəti bizi təmin edə bilməyəcək. O qadının məhəbbəti, qadın məhəbbəti, sevgisi, uşaq məhəbbəti bizi təmin eləmə qüdrəti yoxdur. Ümumiyyətlə, dünyanın bu qüdrəti yoxdur ki, sevgi ilə bizi təmin eləsin. Haradasa qırılacaqdır, mütləq qırılacaq, mütləq bitəcək. Xarici bir dənə maşındır, bahalı maşındır, bir həddə qədər səni aparır. Sonra təkəri boşalır, nə bilim, güzgüsü silinməlidir, benzin qutarır, dizel qutarır. Tam əbədi təmin eləyə bilmir, əbədi sirab eləmə qabiliyyəti yoxdur. Bu qabiliyyəti bizə ancaq Allaha məxsusdur. Ancaq Allah bizi sirab eləyər və Allah da bizi sirab eləmək üçün öz dostlarını göndərir, öz vəlisini göndərir. Deyir, mən vəlimə göndərirəm, görün vəlimə necə ehtiram edirsiniz. Vəlimə necə ehtiram edirsinizsə, mənə də o cür ehtiram edəcəksiniz. Sizin rəhbəriniz kimdir? Allah, onun rəsulu və əmir sahibləri. Kimdir bu əmir sahibləri ki, Allah öz cərgəsində bunu bir qoyubdur? Alimlər yox, müştehidlər yox, üləmalar yox, seyyidlər yox, şəhidlər yox. Bəs kim? Onlar o adamlardır ki, Allah onu öz cərgəsinə qoyubdur. Özü Peyğəmbər və əmr sahibləri. Yəni 14 Məsum əleyhissalam, 12 İmam əleyhissalam, yəni Hüseyin ibn Əli, yəni zamanə imam, İmam-ı Zaman əleyhissalam. İndi onlar yoxdurlar, indi zamanə imamı var. Bax, indi başa düşürsünüz ki, bizim həqiqi Kərbəlamız hal-hazırda zamanə imamının intizarıdır. Sən bu intizarda işin harasındasan? Sən zamanə imamı nə qədər tanıyırsan? Nə qədər sədaqətlisən? Demirsən Hüseynciyəm, Hüseyni çox sevirəm. Sən zamanə imamını sevməlisən. Sən onun balasını ortada qoymuşsan. Sən balasından xəbərin yoxdur. Sən dostuma, sən balası sənin yanında qala-qala, dostun səndən balasını soruşur ki, mənim balam neynir orada?
Və sən deyirsən, sənin balamdan xəbərim yoxdur. Sən nəcür dostsan? Sən nəcür dostsan ki, öz dostluğun balasından, öz ağavın balasından xəbərin yoxdur? Biz nəcür xanım Fatiməni sevəcəyik? Nəcür xanım Zəhraya eşq, məhəbbət eləyəcək ki, biz xanımın övladından Yusifindən xəbərimiz yoxdur? O nə deyir məsələnin birində? Fatimə Yusifindən xəbər yox. Ey gözüm, yollara baxdarıqma. Tamam, yollara baxdıq, amma bir şey eləmirik axı, üzr istəyirəm. Ancaq cümədən cümə imam zamanı gözləyirik. Biz hər gün gözləməliyik, hər gün oğluma toy eləyəndə, qızımıza toy eləyəndə, qız köçürəndə bir ay qabaqdan paltar sifariş edirik. Aman, ləkə düşməsin, aman yaraşırmı? Qızlar necədir? Qardaşlar necədir? Ən yaxşı restoranı axtarmağa çalışırıq. Nə bilim, bir götür qoy eləyirik ki, ay Allah, bir çatışmazlıq olmasın. Amma son ancaq imam zamanı 5-ci gündən heç cümə qüsuru da almırsan, heç Cəfər Təyyar namazda qılmırsan, heç adamın möminin gərək cümə günləri bir konspekti ola, bir dənə bir proqramı ola. Sən 5-ci günləri məhdəbiyyət mövzusunda hansı, özümə deyirəm, birinci əslafırlar, hansı işləri görmüşəm mən? 5-ci günlərin əməlləri var, salavat 100 dənə, nüdbə duası var, Cəfər Təyyar namazı var, İmam Zaman ziyarətnaməsi var. Yaxşı bir dənə bəhanəmiz var, mənim vaxtım yoxdur. Çox maraqlıdır. Birinə bir söz deyil, mənim vaxtım, mən başa düşə bilmirəm. Bu namaz qanır bəyəm avaradılar. Məgər bu işi eləyənlər, alimlər avara idilər? Üzr istəyirəm, əstağfurullah, nəzbillah. Mən pandemiyada neçə dənə əzizlərimizi görmüşdüm ki, deyirdi, namaz niyə qılmırsa, məsəl üçün pandemiyada tanıdığım qardaşlar vardı. Deyirdi, vaxtı ilə, bəs pandemiyada işləmədin də bəs, niyə qılmadın? Yenə cavab vermədilər. Problem özümüzdədir. Hələ nəfsi təskiyə eləyə bilməmişik. Bax, tarixin bu hissəsini araşdırmaq lazımdır. Tamam, Şahseyd olmalıdır, Vaxseyd olmalıdır, ya Hüseyin də olmalıdır, Hüseyin də deməliyik, əzadarlıq da eləməliyik. Amma mən bunun altında yatan mənanı başa düşməliyəm. Mənim sinəmə, ruhiyyəmə hansı mesajı verir hər Hüseyin vuranda? Hər vuranda oradakı çirkab təmizlənməlidir. O qəlbin üstü, üzəri, qırağı, arxası, qarşısı o qəsabətdən təmizlənməlidir. Yoxsa əks halda bunun bir mənası olmayacaq ki, elə sən bu ildə İmam Hüseyin deyirdin, keçən ildə İmam Hüseyin deyirdin, ondan əvvəlkində İmam Hüseyin deyirdin, qara geyindirdin, amma bir fərqi yoxdur. Sən hələ də xanıma qarşı kobudsan, ərvə qarşı kobudsan, sən hələ də qonşularına qarşı, atama qarşı, anama qarşı, qardaşıma qarşı, bacıma qarşı çox kobud rəftar edirsən. Deməli, sənin məhərrəmini bir şeylə bilməyibdir. Sən islah olunmamısan, sən çox narahat insansan və sən buna görə narahat olmalısan. Ki, mən bu qədər hər il məhərrəmliyi edirəm, mən hələ də kobud insanım. Mən hələ də evdəkilərin düzgün ünsiyyət qura bilmirəm. Mən hələ də oğlumla, qızımla dost qardaş ola bilməmişəm. Qızımla bacı qardaş ola bilməmişəm. Ana ola bilməmişəm. Ata ola bilməmişəm. Mən iş yerlərində hamını darayıram. Ağzımdan kobud sözlər çıxır. Yaxşı bəhanə var. Əşi, mənim danışığım bir. Yox, sənin danışığın belə olmalı deyil. Sənin rəftarın belə olmalı deyil. Sən sənə xidmət edənin qədrini bilməlisən. Sən sənin qarşıma çay gətirənin qədrini bilməlisən. Paltarı yuyanın qədrini bilməlisən. Yemək pişirənin qədrini bilməlisən. Sənin evə çörək gətirənin qədrini bilməlisən. Sənin böyüyənin qədrini bilməlisən. Saçlarını ağardıb, sənin yollarını, əlini qabar eləyənin də sən qədir qiymətini bilməlisən. İmam Hüseyin istəyi bizdən budur. Bizim birində Kərbəlamız evimizdən başlayır, ailəmizdən başlayır. Fərqi yoxdur, kənddə oldun, rayonda oldun, qəsəbədə, dağda, fərqi yoxdur. Sənin Kərbəlan ailəndən başlayır. Sonra cəmiyyətçindən başlamalısan. İmam Hüseyin deyir, ha, yoxmu bir nəfər mənə əlini uzadan, yəni yoxdur bir nəfər təmizlənmək istəyən, paklanmaq istəyən, yoxdur kimsə düzəlmək istəyir. Hər il gəlib mesajı bizə verir İmam Hüseyin Əsam. Hər il gəlib mesajı bizə verir ki, gəlin təskiyə olun, gəlin təskiyə olun. Ancaq və ancaq bu iş budur. Təskiyə olunmaq, islah olunmaq, vəfa və sədaqət göstərə bilmirik. Başa düşürsünüz. O bəzi görmüşsünüz, bəzi qonaqlar gəlir adamın evinə, can dərdi gəlirlər. Olur, bəzən də özümüz bir yerə can dərdi gedir, xala xətir gedir. Görmüşsünüz? Bilmirəm indi sözümü təsdiqlərsiniz yoxsa yox. Bəzən adamlar var, yasa can dərdi gedir də, məsələn, sözümüz qarışıq. Bəlkə can, xala xətir qalır, desinlər ki, filan kəs gəldi.
Qoy sonra deməsinlər. Bəzən belə hisslər formalaşır bizdə. Bax, bizim Məhərrəm ayına münasibətimiz təəssüf ki, bax bu cürdür. Bax, bu cürdür məsələ, bu cür. Xalaqatı üçün yola verir. Hə, Məhərrəm ayına qara geyindi, ya Hüseyin mübahisə. Vəfa və sədaqət harada qaldı? Harada qaldı o təskiyə? Harada qaldı o məhəbbət, o sevgi? Harada qaldı o sədaqət? Bir dəstə adamlar da var, boş-boş danışırlar. Bir dəstə adamlar da var. Kərbəla məktəbi kişilik məktəbi. Ləyaqət məktəbidir. Şərafət məktəbidir. Şərəf ləyaqət məktəbidir. Sirab olunmaq istəyirsənsə, gərək vəfadarlıq göstərəsən. Gərək sədaqət göstərəsən. Sədaqətsiz insanın heç yanda hörməti olmaz. Vəfasız insanın dəyər qiyməti olmaz. Boşboğaz adamın hörməti olmaz. Ona deyərlər, üzürsən, bambılı. Görürsən, boş-boş sözlər yazırlar. Bəzi bir dəstə adamlar var. Gəlib tənə vursunlar. Başqa söhbətlər yoxdur. Nə özü vəfalı dölür, nə özü sədaqətli olur, başqaları da eləyəndə paxıllığı tutur. Həsəd bunu aparır. Çünki cəsarəti yoxdur. Cəsarəti yoxdur. İnsan ki, dünyasını, axirətini satdı dünyasına bədbəxtdir. İnsan ki, başqalarının dünyasına, öz axirətini satdı da Peyğəmbər deyib bədbəxtdir. Bunun Hüseyin gəlib bizi gözəlliyə dəvət eləsin. Bayaq da misal çəkdim. Ondan əvvəl də danışırdım bir yerdə. İmam Hüseyin əleyhissalamın Kərbəlanın bu müsibətin əslində daxilində böyük bir şadlıq var, böyük bir sevinç var. Böyük bir sevinç var. Böyük bir şadlıq var. Təsəvvür edin. Biz empirik tərəfini görürük. Ona görə xanım Zeynəb salamullahu əleyhə bilirsiniz nə deyirdi ki, məşhur sözü də mən burada gözəllikdən başqa bir söz demirəm. Bu sözümə görə üzr istəyirəm Allahdan, imam zamandan. Xanım Zeynəb bəyəm dəli idi, nəzubillah. Bir bacı da 7 qardaşın tikə-tikə doğrasına desin burada gözəllikdən başqa bir şey yoxdur. Necə baxarsınız? Bir bacı öz qardaşının yasında mağara gizli desin ki, mən bəh, burada gözəllikdən başqa bir şey yoxdur. Necə baxarsınız ona? Ya bu dəlidir. İndi eyni sualı xanım Zeynəbə biz verək. Xanım Zeynəbin gözəllikdən başqa bir şey yoxdur deməsində əsas mesaj da bu idi ki, ey möminlər, baxmayın işin zahiri tərəfinə, empirik tərəfinə baxmayın. Bu gözəllik batindədir, yəni bir mənanın quyusundadır. Necə ki, Yusifin quyuya düşməsi zahirdə bir əziyyət idi. Düşdü bir dənə quyuya, amma o quyu neynədi? O quyu səbəb oldu, Yusif gəldi, şah oldu, sultan oldu. Deməli, bu gözəlliyin zahiri əziyyətdir, içərisi ləzzətdir. Bir dəfə bunu demişəm sizə. Bir ləzzətin ki, axırı əziyyətdir, onun nəyi ləzzətdir axı? Bir də deyirəm bunu. Yaxşı-yaxşı əzbərləyək bunu. Bir ləzzətin ki, bir keyfi damağın ki, axırı əziyyətdirsə, bunun nəyi ləzzətdir? Amma bir əziyyətin ki, axırı ləzzətdir, onun nəyə əziyyətdir? İşdən yorğun gələrsən, məsəl üçün, gəlib dincələrsən, hal taparsan, o çay da sənə şirin gələr, yemək də şirin gələr işin yorğunluğun müqabilində. Görürsünüz, mübarək Ramazan ayında adi vaxtı hər dəqiqə içmədiyimiz su necə bizə ləzzətli gəlir, suyun qədrini bildik. Bəli, bir ləzzətin ki, axırı əziyyətdirsə, onun nəyi ləzzətdir? Amma bir əziyyətin ki, axırı ləzzətdir, onun nəyi əziyyətdir? Baxın, İmam Hüseynin hadisəsi mesaj verdi, dünyaya mesaj verdi. Bugün dünya da başa düşür ki, İmam Hüseynin müsibəti təkcə şiyələrin müsibəti deyil, ha? İmam, bir dənə ateist var idi, çox məşhur ateistdir, hamınız onu tanıyırsınız. Onun mən müsahibəsinə baxdım, həm də olsun Əhl-i-Beyt marifi yolundadır, vilayəti yolunda. Deyirdi ki, mən ateist idim, Kərbəlaya getdim Ərbəyin yürüyüşünə, bir dənə şeyə başa düşdüm, sözümü bitirəcəm inşallah. Bir dənə şeyə başa düşdüm ki, İmam Hüseyin təkcə şiələrin imamı deyil, İmam Hüseyin insanlığın imamıdır. İmum bəşəri dəyərləri özündə ehtiva edir Kərbəla hadisəsi. Nə qədər məşhur
simalar, Lev Tolstoy, Indira Gandhi, George Zordak, nə qədər məşhur simalar var. Keçən də bu haqda bir dənə video paylaşmışdım ki, İmam Hüseyin əleyhissalamın mübarizəsi onlar üçün böyük bir həyatı örnək və nümunədir. İnanın ki, əldə olanların dəyər qiymətini bilməliyik. Onların bizim kimi Hüseyni yoxdur. Onların bizim kimi Zeynəbi yoxdur. Onların bizim kimi İmam Zamanı yoxdur ya. Allah nimət də verib bizə dəyər və qiymətini verək. Dəyərləndirə bilək qiymət. Əlbəttə, biz kim ya dəyərli? Dəyəri Allah verir. Yəni, biz qədrin bilək. Biz qədrin bilək inşallah. Deyilən söhbətlərin qəlblərə təsir qoymasına, bu xütbələrin, bu moizələrin, bu hədis və rəvayətlərin bizlərdə qəlb aramlıq yaratmasına və dua eləyək ki, bu tarixi hadisələri analiz edərkən vəfalı və sədaqətli olmağında bir daha yaxşı-yaxşı düşünək. Hələ gec deyil, hələ bir həftəmiz var. Yaxşı-yaxşı düşünək, yaxşı-yaxşı fikirləşək. Allah buna şahiddir ki, İmam Hüseyin əleyhissalam nicat gəmisidir. Misbah-ül hudadır. Nicat gəmisidir. Həqiqətən İmam Hüseyin əleyhissalam hidayət çırağıdır. İmam Hüseyin əleyhissalam bizə haqqı batildən ayırmağı göstərən bir şəxsiyyətdir. Düzü və yalanı seçməyə bizi öyrədən bir şəxsiyyətdir. İmam Hüseyin əleyhissalam bizi axirətə hazırlayan varlıqdır. İmam Hüseyin əleyhissalam bir dənə meyar qoyub, bir dənə düstur qoyub ki, dünya hələ bundan sonra, nə ondan əvvəl, nə ondan sonra belə bir düstur görməyibdir. Heyhat, minnət, zillət. Zillət bizdən uzaqdır. Bizdən uzaqdır. İstədilər ki, bunu dağıtsınlar, məhv eləsinlər, doğradılar, tikə-tikə elədilər ki, aradan geçsin. Başa düşmədilər ki, o qan torpağa düşməklə torpaq özündə inkişaf tapdı. Torpaq özündə bir cəsarət tapdı. Torpaq özündə bir şərafət tapdı və o torpaq çiçəkləndi. Eşq əhli pamal eləyəndir ey dil. Salmadımı Məcnu səhraya Leylaya görə. Olmasa Kərb-ü Bəlada o şəhidlər şahı kim gedərdi Kərb-ü Bəlaya quru səhraya görə? Şərafət verdi İmam Hüseyin. Həmən bir hədisdə oxuyurdum. İmam Hüseyin əleyhissalam möminlərin göz yaşıdır. Möminlərin göz yaşıdır. Bayaq da bir hədis oxudum İmam Sadiq əleyhissalamdan. Neçə müddətdə əslində o hədisi axtarırdım. Evlərimizdə əzadarlıq edin deyir. Heç kimdə yoxsa özünü otur, ya Hüseyin deyib ağla. Bir çay dəmlə, bir qonaq dəvətlə, bir su ver. Qapında bir su ehsanı ver. İş yerində, evində, qonşunda bir 10 dənə, 15 dənə sual ehsan payda. Nə İmam Hüseyin ehsanıdır? Hüseyin can, əlimdən gələn budur. Başqa imkanım yoxdur. Əlimdən gələn bu idi. Bir dənə su aldım, su ehsan elədim. Əlimdən gələn bu idi. Allah Teala bizi İmam Hüseyin əleyhissalamı həqiqi əzadarlarından qərar versin və Əhl-i Beytin marifi yoluna bizi sabit qədəm qərar versin. Muhammed və Ali Muhammed salavatla yad edək. Allahümmə səlli alə Muhammed və Ali Muhammed və əccil ələcəhəm. Bizim bugünkü dərsimiz də bu qədər inşallah. Allah hər birimizdən razı qalsın.